Şəhid Əmənov Məhəmməd İltizamoğlu 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2003-cü ildə Biləsuvar rayonu Ənvər Rəhmətov adına Zəhmətabad Tam kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra Biləsuvar rayon komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Tərtər rayonunun en saylı hərbi hissəsində qulluq etməyə başlayıb. 2016-cı ildə aprel döyüşləri başlayanda Məhəmməd ön cəbhədə döyüşən cəsur əsgərlərdən biri olub. Həmin il xidmətini başa vuraraq geri qayıdıb. Bir müddət mülki işlərdə çalışdıqdan sonra vətənə olan sevgisi onu yenidən hərbiyə qaytarıb. 2017-ci ildə sənədlərini toplayaraq gizirlik kursuna yazılıb. Kursları uğurla bitirdikdən sonra Azərbaycan Respublikasının Bərdə rayonunun en saylı hərbi hissəsində tank komandiri kimi qulluq etməyə başlayıb. İkinci Qarabağ müharibəsi başlayanda Məhəmməd cəsur bir tank komandiri kimi ön cəbhədə döyüşüb. Döyüşə Goranboy istiqamətində başlayan tank komandiri düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Döyüş mövqeyini dəyişərək Suqovuşan Ağdərə istiqamətinə ağır döyüşə girib. Orada düşmənə ağır itkilər verdirib. Bir neçə postun xeyli sayda canlı qüvvəsini və ağır texnikasını məhv edib. 2020-ci il oktyabrın 20-də döyüş tapşırığını yerinə yetirərkən, düşmən tərəfindən atılan ağır artilleriya mərmisinin partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları alaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağ ordeni, Vətən uğrunda, Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib. Biz bugün azad nəfəs alırıqsa, ilk növbədə Məhəmməd kimi qəhrəman oğullarımıza borcluyuq. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq.